Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Azərbaycanlılar ilk dəfə quru yolu ilə Ermənistana getdilər. Sülh sazişi ilə bağlı təcili xəbər. Ermənistan niyə iyuna qədər imzalamaq istəyir? Trumpın Zəngəzur planı açıqlandı. Vensi buna görə Bakıya göndərib. Rusiyadan müəmmalı eyham. Azərbaycanla bağlı bu sözləri işlətdi. Bu şəhəri Azərbaycana vermək istəyirdilər. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri sərhədin demarkasiya olunmuş hissəsi vasitəsilə Ermənistana gəliblər. Telegraf xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb. Bildirilib ki, fevralın 13-14-də Ermənistanda sülh körpüsü təşəbbüsü çərçivəsində iki tərəfli dəyirmi masa keçiriləcək. Burada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcəklər. Dəyirmi masaya təşəbbüsün əsas iştirakçıları ilə yanaşı, hər iki tərəfdən daha geniş qrup da cəlb olunacaq. Armenpressin yazdığına görə, Azərbaycan nümayəndə heyəti Ermənistana sərhədin demarkasiya olunmuş hissəsi vasitəsilə səfər edib və bu zaman bütün müvafiq prosedurlardan keçib. Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün vacib praktik addımdır. Müzakirələr zamanı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar regionda formalaşan təhlükəsizlik arxitekturası, sülhün faydaları, iki cəmiyyət arasındakı münasibətlərin ictimai qavrayışı, iqtisadi əməkdaşlıq perspektivləri, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna diqqət yetirəcəklər. Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-sində keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq istəyir. Paşinyan bildirib ki, bu məsələ hökumətin gündəliyinə daxil edilib. Sülh sazişinin imzalanması Ermənistan hakimiyyətinin seçkidə mövqelərini gücləndirə, revanşistlərin anti-sülh gündəliyinə əsaslanan proqramlarını sıradan çıxara bilər. Bakı-İrəvan xəttində razılaşmalar da sülh sazişinin imzalanmasının önünü açır. Əsas ziddiyyətli məsələ olan Zəngəzur dəhlizi həll edilib. Vaşinqton anlaşmalarından sonra Amerika-Ermənistan-Tramp marşrutu müqaviləsində layihənin icrası öz əksini tapır. Amerika-Azərbaycan strateji tərəfdaşlıq xartiyasında da Naxçıvana maneəsiz bağlantının açılması qeyd olunur. Sərhədin delimitasiyası ilə bağlı prinsipial razılaşma var. Tərəflər mübahisəli məsələləri sülh yolu ilə həll edəcəklər. İki tərəfli ticarət əlaqələri qurulub və genişlənməsi perspektivləri mövcuddur. Bu mənzərə fonunda sazişin Ermənistandakı seçkilərdən öncə imzalanması imkanları görünür. Seçkidə Paşinyanın qalib gəlməsi, razılaşmaların icrası, ümumilikdə regional sülhün əldə edilməsi baxımından vacib olduğunu nəzərə alsaq, Bakının sazişlə İrəvana jest etməsi ssenarisi məqbul hesab oluna bilər. Hərçənd yekun sülh sazişinin önündə əngəl olan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası tərəddüdlər yaradır. Ermənistan hakimiyyəti bunun problem olmadığını iddia edir. Paraflanan sülh sazişi layihəsində sazişin daxili qanunvericilikdən üstün olmasını əsas gətirərək konstitusiya dəyişmədən imzalanmanın reallaşmasını mümkün hesab edirlər. Eyni zamanda seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcəyi vədini verirlər. Azərbaycanın bununla bağlı haqlı tərəddüdləri var. Birincisi, Paşinyanın mövqeləri güclü olsa da seçkidə qalib gəlməsi aksiyoma deyil. Həmçinin seçkilərə müdaxilə force major situasiya yarada bilər. İkincisi, Paşinyan hakimiyyətinin seçkidə qalib gəldikdən sonra vədinə nə qədər sadiq qalacağı sual altındadır. Tarixi təcrübə Ermənistana bel bağlamağın təhlükəli olduğunu isbatlayıb. Bu baxımdan seçkidən öncə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qalxmadan sülh sazişinin imzalanması risklidir. Siyasi şərhçi Asif Nərimanlı. Amerika və Türkiyə arasındakı münasibətlər vacibdir. Trump marşrutu layihəsi bu əlaqələri möhkəmləndirə bilər. Telegraf xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Ukrayna və Özbəkistandakı sabiq səfiri, analitik John Herbst Ermənistan mediasına deyib. Diplomat bildirib ki, Türkiyə Amerika prezidenti Donald Trump'ın Cənubi Qafqazda yaratmaq istədiyi nəqliyyat dəhlizində maraqlıdır. John Herbst xatırladıb ki, Türkiyə və Azərbaycan uzun müddətdir Zəngəzur dəhlizini müzakirə edir.
Sabiq səfirin fikrincə, Trumpın həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz haqqında uzaqgörən baxışları var. Donald Trump bunu 6 ay əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə də nümayiş etdirdi və Amerikanın bu bölgədə dayanığı sülhə marağını təsdiqlədi. İndi bu istiqamətdə inkişaf görürük. Artıq Trump Cənubi Qafqazda Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirəcək dəhlizdən danışmağa başlayıb. Bundan əlavə, Trump keçən ilin noyabrında Mərkəzi Asiyanın bütün ölkələrinin liderləri ilə görüşüb və Vaşinqtonun orta dəhlizə marağını təsdiqləyib. Vaşinqton, Trump marşrutunu Mərkəzi Asiya dəhlinə bağlamaq istəyir. O əlavə edib ki, Donald Trump vitse-prezident James David Vance bu ideyaları həyata keçirmək üçün İrəvan və Bakıya göndərib. Vance'in bu səfər çərçivəsində hansı nəticəyə gəldiyini bilmirəm, amma onun səfəri ən azı bu ideyanın inkişafına töhfə verəcək. John Herbst, Amerikanın maraqları üçün Mərkəzi Asiya və Cənubi Qafqazın vacibliyini vurğulayıb. Bu regionlar Rusiya, Çin və digər əsas aktorların sərhədlərində yerləşir. Azərbaycan Cənubi Qafqazda liderliyini bərqərar etmək üçün özünü Tanrının saqqalından tutmuş kimi hiss edir. Bunu Beynəlxalq Araşdırmalar İnstitutunun Məlumatların Araşdırılması Laboratoriyasının direktoru Nikolay Silayev Lenta.ru-ya verdiyi müsahibədə deyib. Ermənistan Dağlıq Qarabağın mübahisəli statusundan imtina edəndə Azərbaycan özünü sanki Tanrının saqqalından tutmuş kimi hiss etdi, deyə o bildirib. Politoloqun sözlərinə görə, Azərbaycan hakimiyyəti getdikcə daha çox yeni təhlükəsizlik sisteminin formalaşdırılması barədə danışır və bu sistemdə ölkənin liderlik etməsinə çalışır. Ekspert hesab edir ki, onlar bunu təkcə Bakının təsirinə müqavimət göstərməkdən imtina edən Ermənistana deyil, həm də Gürcüstana nümayiş etdirirlər. O bildirib ki, Azərbaycan xarici siyasət statusunu gücləndirmək üçün tarixi bir fürsətin yarandığını görür. Əvvəllər ruslardan qorxurduq. Hakimiyyətlər ancaq Moskvadan göstəriş gözləyirdi. İndi isə baş verənlər illər əvvəl həyata keçirilə bilməyən və ağla gəlməyən arzu idi. Bunu Ermənistanın Respublika naminə partiyasının sədri Arman Babacanyan Amerika ilə ölkəsi arasındakı razılaşmaları şərh edərkən deyib. İştirak etmişən bir iclasda baş qərargah baş nazirin istifasını tələb edirdi. Yüksək vəzifəli şəxs tez-tez WhatsApp-ını yeniləyir, Rusiyanın göstərişini gözləyirdi. Rusiyanın təsir imkanlarını mümkün qədər məhdudlaşdırmalıyıq, o bildirib. Babacanyan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Trump marşrutu layihəsinə yönəlik tənqidi fikirlərinə də diqqət çəkib. Köçəryan deyir ki, Trump marşrutu milli təhlükəsizlik üçün təhdiddir. Əslində, milli təhlükəsizlik üçün təhdid sənsən. O, mehrini Azərbaycana təhvil verməklə İranla sərhədimizi lərv etmək istəyirdi. İndi isə həmin İranla sərhəddən danışır. Onlar ölkəni həmin dövrə qaytarmaq istəyirlər ki, Ermənistan üçün qərarları başqaları, Rusiya verirdi. Ermənistanı yenidən münaqişə və müharibəyə çəkmək istəyirlər. İndi isə Amerika bizə deyir ki, Rusiya məsələsində narahat olmayın, məsələləri biz öz üzərimizə götürürük.